Niyyət eləyir, məsələn, ey kaş mən də yaxşı bəndələrdən olardım. Ey kaş imkanım olardı, Allah yolunda ehsan edərdim, insanlara yardım edərdim. Ey kaş Kərbəlaya gedərdim, ey kaş həccə gedərdim, məsələn. Xutbələrdə, zikr məclislərində insan saflaşır və bu arzuları edir, bu niyyətləri ürəyindən keçirir. Və bu çox nurani bir haldır. Bilirsiniz, insanın gələcəyinə nə qədər təsiri var? Bir an insanın ürəyindən xoş bir niyyətin keçməsi təsirsiz ötüşmür. Heç əməl eləmək imkanı olmasa da insanın, niyyət boşuna getmir. Heç bir xoş niyyət boşuna getmir, hədər getmir. İnsanın həyatına niyyət çox müsbət təsir göstərir. Allah qatında niyyət o qədər qiymətlidir ki, əməlsiz də onu alırlar adamdan, əməlsiz də qəbul edirlər. Əməllər də ki, heç niyyətlərə bağlıdır. Hər əməli bir niyyət doğurur. Əməl niyyətin məhsuludur. Və Allah qatında niyyətlər təhlil olunur. Niyyətlərə baxılır. Nə üçün elədi bunu? Əməllər niyyətlərlə dəyər əldə edir. Niyyətlərlə dəyər qazanır. Niyyətsiz əməlin heç bir faydası yoxdur. Namaz qıl, özünü göstərmək üçün nə əldə edəcəksən? Heç nə. Heç bir şey. Amma niyyət elə, kaş edərdin filan işi. Əməli eləməsən də Allah niyyətə çox şey verir. Ey kaş ki biz deyirik, kaş mən bunu eləyərdim. Bu kaşlar boşa getmir, hədər olmur. Əvəz yazılır. Etmiş kimi varsan, deyirsən, eləmiş kimi varsan. Allahın məntiqi budur. Ey kaş dedinsə, eləmiş kimi varsan. Niyyətin üzərindən hesablayırlar hər şeyi. Qiyamət günü olsun görəcəksiniz, nə etdi sualından daha çox mühüm, niyə etdi sualıdır qiyamətdə. Nə etdiyə yox, niyə etdiyə baxırlar, nə üçün bu işi gördü. Əməllərimiz qiyamətdə təhlil olunacaq. Təhlil nə mövzuda, hansı cəhətlərdən? Təhlilin mövzusu budur, niyə bunu elədin? Niyə bunu elədin? Bu niyəsinə qiymət verəcəklər. Niyəsə əsasında bizi dəyərləndirəcəklər. Allah insanın niyyətini baha qiymətə alır. Qiyamət günü insanların bir-birindən fərqi çox olacaq niyyət əsasında. Məsələn, məsciddə indi hamımız oturmuşuq. Siz oturmuşsunuz və yanınızda bir dostunuz oturub, məsələn. Qiyamət günü görəcəksiniz ki, yanında oturan dostun ki, bütün günü təxminən elə, məsələn, bir yerdəydiniz, məsələn, tanış idi, dost idi, ona ayrı bir məqam veriblər. Xüsusi bir məqam veriblər. Necə baş verib bu? 200 yol gedirdiniz, yarımçıq bir qonşunun evi var, tikilidir, yarımçıq qalıb, imkanı yoxdur, tikib qutarsın. Dostunuz yanında sizdən xəbərsiz niyyət edirdi, kaş imkanım olardı, bu qonşuya kömək eləyərdim, evini tiksin qutarsın. Bir xəstə ilə qarşılaşırdınız, 200-də, o ürəyindən keçirdirdi ki, kaş imkanım olardı, bunun müalicəsinə kömək eləyərdim. 200-də keçirsiniz, 200-də heç bir şey eləmirsiniz. Qiyamətdə görürsən, onunla sənin məqamın arasında xeyli fərq var. İlahi, niyə görə? Ona görə ki, bu niyyətsiz ötüşmürdü, keçmirdi. Bacarmadığını da arzu edirdi ki, kaş imkanım olardı, ona kömək eləyərdim. Bunlar hamısı zərrəsinə qədər hesablanır. Xeyir niyyətin olsun, eləməyə imkanın olmasa da, Allah əli boş qoymaz səni. Allah qəlbə baxır, qəlbin müştərisidir. Qəlbdən, ürəkdən nələr keçir ona baxır.
Bilirsiniz niyə görə? Çünki bu arzular, bu niyyətlər insan şəxsiyyətinin göstəricisidir. Bu göstəricidir. Bir adam ki, deyir, kaş kömək eləyərdim, bu özü göstərir ki, bu necə adamdır. Vacib deyil o əmələ keçsin. Vacib deyil bu baxımdan ki, imkanı yoxdur əmələ keçirsin. Amma bu arzular ki var, niyyətlər ki var, ürəkdən keçir, bu özü göstərir ki, bu yaxşı adamdır, bu fəzilətli adamdır. Niyyətlərdən bilmək olur adam necə adamdır, əməllərdən yox. Əməllər adamı çaşdıra bilər. Niyyətlər qəlbin güzgüsüdür. Niyyətlər bəlli edir ki, sən kimsən. Əməlin arxasında gizlənmək olur. Amma niyyət niyyətdir. Niyyət sənin cövhərindir, həqiqətindir. Mənəvi aləmin özünə məxsus qayda qanunları var. Nə olsun bir adamın pulu yoxdur, niyyəti ki var. Önəmli olan budur ki, pulu olsun. Pul olar da olmaz da, niyyəti var. İstəyi var. Çox vaxt olur ki, niyyətə görə Allah ruzu da yetirir. Allah baxır qəlbinə, görür qəlbində niyyəti var. Əvvəl qəlbi nuraniləşir, bu niyyətin birinci nəticəsi. İkincisi, Allah ruzu verir, üçüncüsü də qismət edir ki, arzuladığını icra eləsin. Bunlar hamısı lazımdır da, təkcə ruzu kifayət eləmir. O qədər imkanlı adamlar tanıyıram ki, Allah qismət eləmir, Allah yolunda pul xərcləsin. Dindardır, namaz qılandır. Baxırsan, görsən, qismət eləmir. Hamısı qismətləndir. Bir manatın əgər haqq yolunda xərclənəcəksə, qismətləndir. Allahın inayətidir, lütfüdür. Və bu nədən başlayır? Niyyətdən başlayır. Həmişə yox, bəzi vaxtlarda. Niyə Qədir gecəsi deyirlər, müqəddərat təyin olunur? Gəlin, dua eləyin. Qədir gecəsi müqəddərat təyin olunur. İnşallah Ramazan ayı yaxınlaşır da. Müqəddərat nəyə əsasən təyin olunur? Baxırlar bunun qəlbi nə vəziyyətdədir, nələri istəyir, nə arzulayır, nə niyyətdədir. Bu niyyətlər əsasında illik müqəddərat təyin edirlər. Bu alın yazısı deyil, çünki qayıdır insanın öz daxilinə, özündən asılı olan niyyətlərdir. İmam Sadiq əleyhissalam buyurur ki, mən həsunət niyyətuhu zadəllah fi rizqi. Kimin niyyəti yaxşı olsa Allah ruzusunu artırar, ruzusunu çoxaldar. Ruzu qazanmaq üçün bir iş görməd axı, niyyət elədi. Bu az bir şey deyil. Kaş imkansızlara kömək eləyə bilərdim. Allah bəzən niyyətinə baxır, ruzu verir ki, kömək eləsin, bəzən ruzu vermir. Ruzu verməyəndə nə edir? Ruzu verməyəndə əməl dəftərinə yazıb ki, bu 100 nəfər fəqirə kömək eləyib. Axı, bu heç nə eləməyib, heç nə, niyyət eləyib, arzu eləyib, kaş filan kəsə kömək eləyərdim. Hamısı əməl dəftərinə qeyd olunur. Bəzən görürsən ki, bunun imkanı yoxdur, arzu eləyir, birinin imkanı var, kömək eləyir. Buna savab yazırlar, ona heç nə yazmırlar. O eləyib, kömək eləyib. Deyirlər ki, o kömək eləyib ona görə ki, cəmaat desin ki, məsələn, nə yaxşı adamdır bu, səxavətli adamdır, bəh üçün bunu eləyib, bəhbəhini də alıb da, başqa Allahdan nə istəsin? Niyyətin buydu ki, sənin üçün bəh desinlər, məşhur olasan ki, filan kəs əl açıq adamdır, onu da məşhur elədilər səni. Səni təriflədilər kifayət qədər, amma bu heç nə eləməyib, amma ondan qabaqdadır. Çünki niyyəti xalisdir, Allah üçündür, istəyir eləsin. Adam həsrət çəksin, az iş deyil. Yaxşı iş görməyin həsrətini çəksin. Xeyir iş görməyin həsrətini çəksin, arzusunu eləsin. Bu həsrət özü qəlbi təmizləyir, insanı nuraniləşdirir. İndi bu söhbəti eşidirsiniz, bəlkə də məsələn bəziləri öz keçmişinizə görə peşmansınız ki, nə qədər niyyətlər edə bilərdim, niyyətlə qazana bilərdim, qazanmadım. Bir gəldiyi mənə kömək elə, imkanım yoxdur deyib keçmədinlə, kaş mənim imkanım olardı, bunu əli boş qaytarmazdı. Heç Allah bunu istəyir. Allah bəyəm adamdan çox şey istəyir, inanın çox şey istəmir. Bəzi adamlar var, qəlbləri çox nuranidir, çox təmizdir. Qəlbləri təmiz niyyətlərlə doludur.
Allah da çox əvəz verir. Qiyamət günü deyirlər, yevmul həsrətdir. Qiyamət günü peşmançılıq günüdür. Nəyə peşman olur? Bax, belə şeylərə. Heç nə, niyyətlə çox şeylərdən məhrum oldum. Niyyəti eləməməklə, arzulamamaqla. Qiyamət günü görəcəksən ki, məsciddə yanında oturan adam gedib çıxıb İmam Hüseynin səhabələrinin yanında. Sən deyirsən, ay bala, sən orada nə edirsən? Sən Kərbəlada yox idin. Yəqin səhv salmışsan, gedib özü salmışsan. Orada da olmaz, gedib elə hara gəldi özü salasan, pulla, parayla, dostla, tanışla. Elə olmur. Kərbəla şəhidlərinin yanındadırsa, Kərbəla şəhidlərindəndir. Deyərsən ki, necə oldu bu sən? Heç nə. Hərdən bir ah çəkirdi, ya leytana kunna ma'akum fənəfəvzə fəvzən azima. Ey, kaş sizinlə olardım. O hadisələri ki, eşidir Kərbəlada, ürəyindən keçir, kaş orada olardım, mənə qismət olardı, İmam Hüseynə kömək eləyim. Allah da bu qədər səxavətlidir ki, deyir, kaş orada olardın, elə bil ki, orada olmuşsan. Qiyamət səhnəsi başlayandan aparın Kərbəla şəhidlərinin yanına, İmam Hüseynin yanına, bu arzu edirdi ki, kaş Kərbəlada olardın. Haqq cəbhəsində olardın. Haqq tərəfində olardın. Orada çoxumuz peşman olacaq ki, biz də İmam Hüseyni sevirdik. Niyə heç olmasa arzu eləmədik ki, Aşura gecəsi biz də o münacat eləyənlərin içində olardıq. İnsanın aqibətinin xeyirli olması nə qədər mühüm məsələdir. Hamımız nigaranıq, axırımız necə olacaq? Axır nöqtə çox mühümdür. Axır dəqiqə çox mühümdür. Çox insanlar var ki, axır dəqiqədə imanlarını itirib ölürlər. Çox çətindir. Necə eləyək aqibətimiz xeyirli olsun? İnanın ki, konkret yol göstərmirlər. Dilər, Allaha pənah aparın. Allaha pənah aparın. Amma hədislərə baxırsan, görürsən ki, aqibətin xeyirli olması üçün ən təsirli məsələ xeyirli niyyətlərin olmasıdır. Niyyətin necədirsə, aqibətin də elədir. Həmişə xeyir niyyətdə ol ki, aqibətin də xeyirli olsun. Bəzi adamların görsən, övladları salih olur. Allah qabağına salih dost çıxardır, gedir salihlərə qoşulur. Allah qabağına yaxşı müəllim çıxardır, gedir elm əhli olur, alim olur. Çox əməli salih övladları olur. Allah tənzimləyir. Niyə görə belə olur? Deyirlər ki, bu adam ki, cəmaata xeyir niyyətdə idi, cəmaata qarşı xoş niyyətdə idi, kimi görürdü, yaxşılıq arzu edirdi cəmaata. Xoşbəxtlik arzu edirdi, Allah bu niyyətləri boşa çıxartmır. Görürsən, qapıdan, pəncərədən, yerdən, göydən balalarına nəsib eləyir. Qapılar açır. Atanın niyyətləri, xoş arzuları hədər getmir, boşuna getmir. İnsan özü barədə və başqaları barədə xoş niyyətli olması həm öz taleyinə, həm balalarının taleyinə təsir göstərir. Allah bəndələrini o qədər ehtiram edir ki, onların niyyətlərinə əsasən müqəddəratını dəyişir. İmam Sadiq əleyhissalamdan hədis oxuyum sizin üçün. Buyurur ki, İnnəmā qəddərəllah avnəl ibad alə qədrin niyyatihim. Buyurur ki, Allah bəndələrinə kömək eləyir. Allahın köməyi var da bizə, hər dəqiqə köməyə ehtiyaclı yox. Nəyə əsasən kömək eləyir? Niyyətlərinin qədəri, niyyətinin qədərində. Yaxşı niyyəti, məsələn, 60%-dirsə 60% kömək eləyir. Yaxşı niyyəti 30%-dirsə 30% kömək eləyir. Allahın nüsrəti, köməyi niyyətlər əsasındadır. Qədr gecəsi də belədir. Qəddərəllah və leylətül qədr. Qədr sözü, eyni sözdür. Müqəddərat niyyətlər əsasında tənzimlənir. İndidən hazırlaşaq Qədr gecəsinə. Hələ çox var. Necə hazırlaşaq? Heç nə. Ürəyimizi təftiş eləyək, niyyətlərimizi gözəlləşdirək. Əməl eləyə bilmirəm, çətindir. Əməli qoyaq qırağa 5 dəqiqə. Niyyətlərimizi düzəldək. Mən belə istəyirəm. Bu istəklərimizi bir nəzərdən keçirdək, arzularımızı dəyişək. Xidmət niyyət eləyək, güzəş niyyət eləyək, infaq niyyət eləyək, sədəqə niyyət eləyək, Allaha yaxın olmaq, gecə namazı qılmaq niyyət eləyək.
Allah da baxır belə qəlbə müqəddəratı dəyişir. 10 il bir adam hər gecə niyyət eləyə ki, kaş durub gecə namazı qılardım. Qılmazsa Allah bir şey yazacaq. Necə yəni bu gecə namaz qılmır, yazır? Bəli. Adam var heç onu da eləmir axı. Heç ağlından keçmir. Deyir, nə gecə namazı? Yatım görüm sübhə dururam yoxsa yox. Bir də var ya, ürəyindən keçir ki, nə ola bu gecə mənə gecə ibadəti qismət ola. Bu niyyətlə yatır, durur, lap sübhü də qəzaya getsə, Allah eləməsin, yenə də bu niyyətsiz yatandan fərqlidir, ona bir şey yazırlar. Və bir gündə qismət olur. Bir gündə nəsib olur ona. Çünki insanların fərqləri, niyyətləri əsasındadır, əməlləri əsasında yox. Niyyət keçmişə də bağlıdır, bugünə də, gələcəyə də. Gəldi Həzrət Əli əleyhissalamın yanına, çatdı, gördü ki, yox, döyüşmüşdü, özü döyüşmüşdü. Dedi ki, kaş Cəməl döyüşü idi. Dedi, kaş qardaşım da burada olardı, sizinlə bircə bu qələbədə şərik olardı. Suala baxın, Əli əleyhissalam dərhal, insanşünas belədir, bax, dərhal belə soruşdu. Buyurdu ki, Əhəvə əxik mə'ana Əhəvə əxik mə'ana, dostun istəyirdi bizimlə olsun, dostun arzuluyurdu mu bizimlə olsun, ya qardaşın, bəli, qardaşın, qardaşın arzuluyurdu mu bizimlə olsun, dedi, bəli, çox istəyirdi ki, burada olsun, gəlib çatdıranmədi, buyurdu ki, onda elə o bizimləndir. O da bizimləndir. Dedi, təkcə sənin qardaşın yox, hələ doğulmayanlar, gələcəkdə yaşayanlar, o kəslər ki, arzulayır, kaş Əlinin yanında olub ona kömək eləyərdim, hələ doğulmayıblar, gələcəkdə bizlərə aiddir, onlar da bizimlədir, indi bizimlədilər, bizim savablarımıza şərikdilər. Niyyətləri olan adamlar başqa aləmdə yaşayır, geniş aləmdə yaşayır. Yaşadıkları dünyalarını niyyətləri ilə böyüdürlər. Ömürləri bərəkətli olur. 50-60 illik ömürdə nə qədər əməl eləmək olar? Onu neçə qat artırır niyyəti ilə. Hər şey istədiyimizi eləyə bilmirik. İstə, başqa istəmirəm. İnanın, Allah deyir ki, arzu elə, ürəyindən keçir. Başqa istəmirəm. Mənim işim sənin ürəyindəki istəklərləndir. Sən bütün yaxşılıqlara əməl eləməyə fürsətin yoxdur. Sən istə, mən yazım sənin üçün. Belə gözəl şərik olar, ticarət şərikidir. Niyyət alır, niyyətə qiymət verir, əvəz verir, savab yazır. Bir də gecikmişdi, Cəməl döyüşü idi, özü gecikmişdi. Dedi ki, heyf ki, gəlib çatanmədim. Dedi, istəyirdim bizimlə olasan. Dedi, bəli, indi gəldim, çatdım. Dedi, onda sənə də qənimət düşür. Qəmbərə dedi ki, qənimətlərdən buna ver, dedi, heç nə qalmayıb. Dedi, öz qənimətimi ver ona. Bu qədər, yəni, hətta fiqhi məsələsinə də əməl elədi ki, sən bizimlə döyüşmüş kimisən. Allahın 100 dəfə lənəti olsun şeytana ki, bizi bizə imkan vermir ki, heç olmasa niyyət eləyək. Nə qədər mənasız fikirlərlə başımızı qatır, lazımsız fikirlərlə başımızı qatır, diqqətimizi yayındırır, məşğul eləyir ki, fürsət tapa bilmirik biz biçarələr ki, niyyət eləyək ürəyimiz. Niyyətə qədər, niyyət eləməkdə də acizik. Elə bilirsiniz, hər adama qismət olur, o qədər mənasız şeylərlə fikrimiz məşğuldur, məşğul eləyir, səs gələn tərəflərə baxırıq. Və fikrimiz, zehnimiz qarışır, arzularımız da əlimizdən çıxır. Düşməndir də, düşmən belə, innəhu ləkum aduvvun mubin. Sizinlə işi var, hər tərəfli. Ona görə həyatımızı təhlil eləsək görərik, nə qədər şeylər itirmişik, sadəcə niyyət eləməməklə. Niyyət keçmişə səni şərik eləyir, aparır səni İmam Hüseynə şərik eləyir. Bugün dünyanın harasındasa insanlar zülm altındadır, zülmlə mübarizə aparır, başlarına raket yağır. Deyirsən ki, kaş onlarla olardım, onların da savabına şəriksən. Gələcəkdə kaş İmam Zamanın yanında olardım, bu bir dənə kaş var, səbəb olur, Allah qəbirdən səni qaldırır öləndən sonra, gətirir onun yanına. Görün, nə qədər qüdrəti var niyyətin.
Ey kaş İmam Zamanın yanında olardım. Rəcətin mənası budur. Rəcət arzulayanlar üçündür. Hamının ömrünə İmam Zaman qismət olmaz ki, hərə bir dövrdə yaşayır. Niyyət gücünə bax, qüdrətinə bax ki, səni qəbirdən qaldırıb sevdiyivə qovuşturmaq gücündədir. İmam Zamanın yanında qərar tapırsan. Seyyid Əli Əkbər Əbu Turabi var idi. Allah ona rəhmət eləsin, çox sevdiyim insanlardan, şəxsiyyətlərdən biridir. Məqamından da ki, bilmirəm nəyi danışasan ki, yəni xüsusi adam idi də, seçilmiş adam idi. Hər tərəfli, kamil adam. Kamil bir insan idi. Barəsində danışmaq o qədər söz çoxdur, vaxt almaq istəmirəm. Sadəcə bilin ki, Allahın seçdiyi insanlardan idi. Elə qəribə şeylər nəql ediblər ki, adam təəccüblənir ki, insan hara gedib çıxa bilər. Bəzi dualar elirdi, ona ilham olunurdu ki, bu duanı eləmə. Allah duavı qəbul eləyəcək, çünki sözü yerə salmaq istəmir. Bu duanı eləmə, çünki bu Allahın müqəddəratında yoxdur. Deyirən ki, dua eləsin, qəbul eləmə. Allah gör nə qədər hörmət edir. Deyir, dua eləmə, eləsən məcburam qəbul eləyəm. Adamlar var, bax, belə bir adam. Sən mən ağız açsın, yox deməyə həya eləyirəm. Ona görə ağız açma, xahiş eləyirəm. Bax, bu dərəcədə xüsusi bir insan idi. Nədən başlanır bunun bu böyüklüyü? Niyyətindən başlanır. İmam Zamandan istəyir Cəmkəranda. İbadət eləyəndə İmam Zamandan istəyir. Deyir ki, məndən nə istəyirsən? Deyir ki, İstəyim budur ki, ömrüm vəqf olsun insanlara xidmətə. Mənə ayrılan ömrü vəqf olsun insanların xidmətində olum. Ayaqlarının altında torpaq olum, xidmətçi olum, nökər olum insanlara. Bu arzusu gerçəkləşir, elə adamlara, elə xidmətlər eləyir ki, bəzisini danışmaq olmur. Ömrü axır nəfəsinə qədər xidmətdə keçir. İmam Zamanın duası ilə arzu idi, bir niyyət idi. Bir niyyət idi, ürəyindən keçirdi. Başqalarına xidmət niyyəti adama şəhidlik qismət eləyir. Şəhidlərin hamısı insanlara xidmət eşqi ilə alışıb yanan adamlardır. Birisinin xoşbəxt, nə şirin həyatları var. Səhər dura adam, mən özümə qismət deyil bu, valla. Ən çox, bəlkə də deyim, lazımı səviyyədə arzulamıram, amma hesab edirəm ki, bir arzum var ürəyimdə ki, səhərdən durasan, axşama qədər cəmaatın xidmətində olasan. Xidmətində olasan, hacətlərin rəva eləyəsən, əlindən gələn qədər, gün axşama qədər bu fikirdə, bu düşüncədə olasan. Buna çox şey verirlər. Əllamə Məclisi, onun atası da məclisi idi də, təbii ki, o da alim idi. Əllamə Məclisinin Əhl-i Beytə xidməti çoxdur, çox böyükdür. Hər bir halda çox böyük xidmət eləyib. Deyir, atası gecə ibadətə durmuşdu, o da beşikdə idi. Ağladı beşikdə. Atası ibadət eləyə-elə ürəyindən keçdi, elə bil özünü yadına saldı atasının. Atasının ürəyindən keçdi ki, kaş mənim bu oğlum ömrünü İslama sərf eləyərdi. Bir an ürəyindən keçdi, deyirlər Əllamə Məclisinin elmi məqamı və ömrü bunun nəticəsində oldu, bu istəyin nəticəsində, bu arzunun nəticəsində. Bir alim var, onun adını çəkmirəm, xütbələrinin bəzi hissələri tərcümə olunur, görürsünüz arada qoyulur, baxırlar insanlar. Alimlərin çoxunun adını çəkməməkdə də məqsədim var ki, bəzən istəmirəm də konkret olaraq, necə deyim, kiməsə istiqamətləndirim. Danışır ki, deyir, Şəban ayının 3-cü günü idi, 3-cü günü yaxınlaşırdı. Biri dedi ki, səni Kərbəlaya göndərə bilərəm. O vaxtda deyir, çətin idi getmək, indiki kimi deyildi. Az adam gedə bilirdi, vəziyyət çətin idi. Dedi ki, səni Kərbəlaya göndərirəm, deyir, o qədər sevindim, o qədər şad oldum ki, Kərbəlaya gedirəm, neçə illik həsrətimdir. Deyir, Şəbanın 3-ü gəldi, dedi, alınmadı. Amma həftənin 3-cü günü, dedi, 3-cü günü göndərəcəm səni, həll olunacaq. Bir heyət gedir, onun tərkibində sən də gedəcəksən.
Üçüncü gün oldu, xəbər çıxmadı. Dedi ki, dördüncü gün səhər gedəcəksən təyyarə ilə, cümə gecəsini İmam Hüseynin hərəmindəsən. Deyir, sumkamı yığmışam, oturmuşam, deyirəm ki, bir dənə xəbər gəlsin, gedim. Kərbəlanı istəyəndə də belə istəyəsən. Özəki deyir, təhrik eləyib də, məni ki, gedəcəksən. Deyir, çantalarımı yığıb gözləyirəm, zəng elədi ki, alınmadı. Alınmadı deyəndə ah çəkdim, dedim, ah, kaş cümə gecəsidir, Kərbəlada olardı. Elə bu ah çəkdim, deyir, heç nə. Deyir, bir gün keçdi, şənbə günü bir nəfər məddah mənə zəng elədi, bu özü ruhanidir. Zəng elədi ki, səni axtarıram, cümə günü cavab vermədim, deyir, narahat edim, telefonum bağlı idi. Deyir, dedi ki, səni yuxuda gördüm, cümə gecəsi. Yatdım, yuxuda gördüm, İmam Hüseynin hərəmində söhbət edirsən minbərdə. Və söhbəti qutarsan, bir nəfər nurani adam elə İmam Hüseynin özü idi yəqin ki, zərihdən çıxır, gəlir sənə hədiyyə verir. Deyir, səni təpanmədim, getdim bir arifə danışdım, deyir, heç bilmədi kimdən söhbət gedir. Dedi ki, yəqin o adam niyyət eləyib, arzu eləyib Kərbəlaya getsin, arzusunu qəbul eləyiblər. Adam özü danışır. Ondan sonra deyir ki, mən nə qədər bədbəxtəm ki, elə bu niyyəti hər cümə gecəsi eləyə bilərəm. Hər cümə gecəsi bir dənə ah çəkəsən ki, kaş Kərbəlada olardım, hərəsinə bax, bu qədər dəyər verirlər. Allahın insana verdiyi dəyər, qiymət onun niyyəti iləndir. Allah bu qədər insana qiymət verir, dəyər verir. Arzusunun müqabilində Allah insana çox şeylər bəxş eləyir. Vaxt var 5 dəqiqə, bunu mən Məhərrəm ayında danışmışam sizə. İcazə versəz bir də danışım, belə bir təbərrik üçün. Olmuş bir hadisədir, kəramətdir. Hər kəraməti də danışmaq düz deyil, çünki saxta sözlər çoxdur bu sahədə, həddindən artıq çox. Həqiqətdə uyğun olmayan sözlər. Amma mən onun hətta o adamı tapdım, videosunu tapdım, ona baxdım. Kerman şəhərində yaşayır. Məncə sağdır hələ, indi də sağdır. Adı da maşallahdır, Nəccardır. Nəccar, bizim dildə Nəccara nə deyirlər? Dülgər, bəli, Dülgər. Dülgər sənəti ilə məşğul olan bir adamdır. Öz dilindən qulaq astım, videosuna baxdım. Əvvəl başqalarının dilindən eşitmişdim. Və nə qədər də bir şəhər şahidi var, bir şəhər. Danışır özü, deyir ki, cavanlığımdaydı, böyrəklərim işdən düşmüşdü. O zaman da indi kim deyildi, böyrək dayandısa adam ölürdü. İndi dializ var, müəyyən vasitələrlə qandan suyu çıxara bilirlər. Deyir, heç nə, bədənimə su gəlib, bədənim çirk eləyir, su axır bədənimdən, xəstəxanada dedilər ki, aparın da, bitdi bu. Böyrəkləri ikisi də gücdən düşüb, işləmir. Deyir, bədənimdən pis qoxu gəlir, pis vəziyyətdəyəm, danışılası vəziyyət deyil, halım özümdə deyil. Bir otaqda məni yerləşdiriblər, yatıram orada. Çox vəziyyətimiz də pis, maddi durumumuz ağırdır, çətindir. Anam deyir, gəldi, Məhərrəm günləridir, İmam Hüseyin məclisindən gəlirdi. Ana da gəldi, deyir, ağlaya-ağlaya dəsmalını çəkdi mənim bədənimə. Dedi, bu dəsmalla gözümün yaşını silmişəm, Hüseyinə ağlamışam. Mən balamı İmam Hüseyindən istəyirəm, o da Allahdan istəsin, onu eşidərlər. Deyir, dedim, mən də dedim, ana, boş ver, day mənimki keçib, özvə əziyyət vermə. Heç yaxşı da deyir, anlamıram hələ nə danışır, özümdə deyiləm. Deyir, anam getdi, halım elə həmin haldır, küçədən dəstə gedir, əzadarlıq eləyir, ya Hüseyin deyir, ürəyim doldu, lap doldu ürəyim. Ağlaya-ağlaya çağırdım, ya Abdullah, vəziyyətimi görürsən, nə haldayam, nə vəziyyətdəyəm. Allahdan istə mənə şəfa versin, mən də niyyət edirəm, sənə süfrə verəcəm, ehsan verəcəm. Deyir, elə bunu dedim, keçdi, cəmaat keçdi, getdi, bir neçə gün keçdi, deyir. Özü də avam adamdır, alim deyil, müctehid deyil. Deyir, bilmirəm, bu mənə yuxuda oldu, heç halını izah da eləyə bilmir.
ki, desin, məsələn, bu mükaşifədir, nədir? Halını başa da sala bilmir. Bilmirəm, yuxu idi, yarı yuxu idi, ya nə idi, bilmirəm. Uzanmışdım deyə gördüm ki, elə o stulu da saxlayıb indiyəcən, stul qoyub, elə bir muzey kimi evində saxlayıb. Gördüm, bir nəfər nurani bir adam oturdu o stulun üstündə. Mən də yatmışam, dedi ki, adımla çağırdı, dedi, maşallah Nəccar, necəsən? Dedim ki, vəziyyətimi görürsünüz. Bəs nə istəyirsən? Dedim, mən səndən heç istəmirəm, mən ağamı istəyirəm, İmam Hüseyni istəyirəm. Bunu deyəndə dedi ki, elə arzuladığın adam mənəm. İmam Hüseynəm mən, Hüseyin ibn Əliyəm. Baxdım heyrət içində, dedi, istəyivi vermişik, dur ayağa, gəl. Əlimdən tutdu, deyir, apardı küçəyə, həyətə, su verdi mənə. Su içdim, deyir, sonra ayıldım, heç kəs yanımda yox. Evdəkilər gəldi, gördü ki, küçəyə çıxmışam, bir halda ki, əlimi tərpədə bilmirəm, bu həddəyəm. Deyir, ağlamaq səsi qalxdı evdən. Qonşular gəldi ki, bunun xəbərini gözləyirlər də, yəni bugün sabah öləcək. Dedim ki, belə oldu, yanında da neçə nəfər adam şahid. Deyir, indi gedirəm küçədə bazarı, deyirlər, bu onu oxşayır, maşallah vardı ona. Deyirəm ki, mənəm, inanmırlar. Deyir, belə sağaldım, bir il keçdi, növbəti Məhərrəm ayıdır, imkanım yoxdur, niyyətimi yerinə yetirəm. İndi də deyir, xəstəliyimdən çox qəmginəm buna ki, niyyət eləmişdim, ağaya söz vermişdim, ehsan verə bilmirəm. Oturub yenə həyətdə ağlayıram, yenə də deyir, başa düşmürəm, yuxuya getdim, belə oldu, bilmirəm. Gördüm, həmin ağa gəldi, dedi, indi nə olub sənə, niyə ağlayırsan? Deyir, dedim, ağa sizə söz vermişdim, məclis verim, imkanım yoxdur. Dedi ki, dur, hələ həyəti təmizdə, narahat olma, düzələr. Deyir, dedim, ağa, mənim imkanım yoxdur. Dedik, dur, neçə gün məclis vermək istəyirsən? Dedim, elə dilimə gəldi, dedim, 3 gün. Dedi, anam Zəhranın yaşı qədər, 18 gün məclis ver. Deyir, öz-özümə dedim, axı, mənim imkanım yoxdur buna. Deyir, dur ayağa, dur. Götürdü, deyir, süpürgəni əlinə, başladı yeri süpürməyə. Dedim ki, siz nə edirsiniz? Dedi, əzadarlarım gələcək. Hazırlaşdırıram, özüm istəyirəm süpürüm, özüm qarşılayım. Deyir, elə bu halda yenə də ayıldım, ya yuxudaydım, ya mükaşifə idi. Səhər açıldı, deyirəm, ay Allah, mən neyniyim, necə eləyim? Bu nə idi, mənim başıma gəldi? Elə səhər evi də hazırladım, dedim, çıxım görüm, neyniyərəm? Çıxmaq istəyəndə gördüm, qapıda maşın dayandı, görürəm, ərzaq boşaldır həyətimə. Dedim, sən kimsən? Dedim, gördüm, bu da ağlaya-ağlaya, deyir ki, danışma. Sənin yuxuva gələn, səninlə görüşən, mənim də görüşümə gəlir. Ondan sonra deyir, ağlaya-ağlaya deyir ki, bax, nəyim var, həyatım, hamısı İmam Hüseynə borcluyam. İmam Hüseynin inayətidir, İmam Hüseynin lütfüdür. Bir dənə arzu, niyyət ki, şəfa tapım, sənə məclis verim, görsən yerində qəbul olunur və dəyişir insan. İndiyəcən də yaşayır, yaşlı kişidir. Dünyasını dəyişibsə, bu bir ildə dəyişib. Belə bir haldır. Niyyətə çox şey verirlər, niyyət baha qiymətə alınır. Peyğəmbər Həzrəti Əbu Zərə deyir ki, hər əməlin üçün niyyətin olsun. Bura qədər danışdığımız əməlsiz niyyətdir. Bir də ki, əməllərimizə niyyətimiz olsun. Deyir, əgər belə olmasa, qafillərdən olarsan. Qafil nədir? Ulaikə kəl-ən'am bəlhum əzəl, ulaikə humul qafilun. Quran buyurur ki, qafillər 4 ayaqlı heyvan kimi ondan da aşağıdırlar. Deyir, niyyətsiz yaşasan, onlar kimi olarsan. Niyyətsiz yaşasan. Səhər durursan, əl-üzü yumağa gedirsən, onsuz da yuyacaqsan. Deyir, ilahi, sənin üçün əl-üzümü yuyuram. Sən xoşlayırsan ki, səhər duranda insan təmiz olsun. Dəstəmaz alırsan, onun üçün al. Namaz qılırsan, onun üçün qıl. Dişini təmizləyəcəksən, onsuz da gündəlik üçün. Deyir, ilahi, sən təmizliyə əmr eləmişsən, sağlamlığa əmr eləmişsən, misvak ya dişi təmizləmək, yaxşı əməldir, sənin rizayətin üçün eləyirəm. Paltar geyinirsən evdən çıxanda, deyirən, sənin üçün bəzənirəm, sənin bəndönəm. Hər bir əməl və niyyət elə, yavaş-yavaş görəcəksən ki, halın dəyişib, nuraniləşmirsən, paçlaşmısan. Niyyət çox mühümdür və axırda bunu deyim, sözümü tamamlayayım ki, bunu gərək Allahdan istəyəsən. Quran ki buyurur, İnnə səlati və nusuki və məhyaya və məmati lillahi rabbil aləmin. Namazım, ibadətim, həyatım və ölümüm Allah üçündür. Bunu gərək istəyəsən.
Biz bəzən elə bilirik ki, ancaq o şeylər istəməliyik duada ki, bizdən asılı deyil. Bir iki niyyət özümə aiddir də, bunu elə eləməliyəm də, niyə istəyim? Yox, qəlb də Allahın əlindədir. O niyyəti də gərək Allah qismət eləsin insana. Ona görə İmam Səccad dua eləyir. Deyir ki, vəntəhi bi niyyəti ilə əhsənin niyyat. Bir dənə də hədisi deyim, tamamlayayım. Hədisi qudsidir. Allah buyurur ki, bir adamın ürəyində ixlas arzusu görsəm, ixlas yox ha. İxlas nədir? Allaha xatir əməl eləmək. Allaha xatir yaşamaq. Allah deyir, bir adamın ürəyinə baxsam, Allaha xatir yaşamaq arzusu görsəm, həyatını öz öhdəmə götürərəm. Demir, xalis olsa, xalis olmaq istəsə. Biz bu qədər biçara olmuşuq ki, arzularımız da öz əlimizdə deyil. Arzu eləməkdə də acizi. Oturub qalmışıq, başımızı boş-boş işlərə qatmışıq, böyük-böyük arzular da eləyə bilmirik. Qiyamətdə bizə deməyəcəklər, niyə əməl eləmədin? Deyəcək ki, niyə istəmədin, niyə arzulamadın? Sən 10 il söhbət eşitdin, 20 il sözə qulaq astın, bir ürəyindən keçmədi ki, kaş bir dəfə ürəkdən ah çəkərdin ki, mən də belə olmaq istəyirəm. Bu bəsim idi mənim. Bu mənim bəsim idi. Allah bu niyyətlərə əsasən insana inayət eləyir